Növbəti məntiq xətamız cəmiyyət tərəfindən qəbul olunmadı. Burada yəni cəmiyyət nəyi qəbul edir? Məsələn, bax, bunu necə yadınızda saxlayın. Özünü bənzətməklə cəmiyyət tərəfindən qəbul edilməkdə oxşarlıq ola bilər, əziz müəllimlər. Burada fərq özünü bənzətmədə tək bir insana bənzədir. Cəmiyyət tərəfindən qəbul olunmada çoxluq var. Bax, elə adı üstündə cəmiyyət varsa çoxluqdur. Əgər çoxluq varsa, cəmiyyət tərəfindən qəbul olunma məntiq xətasıdır. Deyirəm ki, məsələn, rəfiqələrim hamısı musiqi dərnəyinə gedirlər. Rəsm dərnəyinə yazılırlar. Mən də rəsm dərnəyinə yazılacağam. Sinfimizdə qızların hamısı sarı köynək geyinirlər. Mən də sarı köynək geyinəcəm. Rəfiqələrim hamısı Facebook səhifəsi açıb özünə. Mən də Facebook səhifəsi açacağam. Cəmiyyət tərəfindən qəbul olunma. Rəfiqələrin hamısı edibsə, sən də etmək məcburiyyətində deyilsən ki. Hamısı sarı köynək geyinirsə, bəlkə sarı köynək sənə yaraşmayacaq. Hamısı Facebook səhifəsi açıbsa, bəlkə sənin ailəndə qoymayacaqlar sən Facebook səhifəsi açasan. Instagram səhifəsi açasan. Deməli, burada cəmiyyət tərəfindən qəbul. Cəmlər varsa, çoxluğa bənzədir sözünü. Bu olacaq cəmiyyət tərəfindən qəbul olunma məntiq xətası.